Herkese salam, kanalıma hoş gəlmisiniz. Bugün sizlerle birlikte 6. sınıf testiyden sevgi 123 izah edirəm. 50-ci sualdan başlayaraq 59 daxil olmaqla. 50-ci sualdan başlayaq. ABC üçbucağında C təpə nöqtəsindən CH hündürlüyü və CT tənbələni çəkilib. CAB 70 dərəcədir, CBA bucaq 50 dərəcə olarsa, bucaq HCT-ni tapın. Deməli, biz burada HCT bucağını tapmalıyıq. Baxın bu bucaq. İndi necə tapacam mən bu bucağı? Birinci baxıram burada üçbucaq ACH üçbucağına. Baxıram ki ACH üçbucağı 90 dərəcədir. Yəni düzbucaqlı üçbucaqdır. Ona görə H təpə nöqtəm 90-dır. İndi üçbucağın daxili bucaqlarının cəmi bilirəm ki 180 dərəcə olmalıdır. Düzbucaqlı üçbucaq olduğu üçün 70, 90, gəlin yazaq 70 dərəcə, üstə gəl düzbucaq 90 dərəcə. Üstə gəlinsin bucaq A, C, H bucağım. Baxın bu bucaq. Bucaq A, C, H bucağım. 180 dərəcə olmalıdır. 160 dərəcə. Üzərinə gəlinsin bucaq A, C, H bərabərdir 180 dərəcəyə. Onda bucaq A, C, H bərabərdir 180 dərəcə çıx 160 dərəcə, yəni 20 dərəcə. Bu bucağımız oldu 20 dərəcə. İndi isə mən davam edirəm CD tənbələninin xassəsi ilə. Birinci növbədə, deməli burada 3 bucaq A, B, C-yə baxıram. Yenə də daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. Bucaqlarımız 70 dərəcədir, 50 dərəcədir. Bir də C bucağıdır, bütöv düzdür. Yazıram ki 70 dərəcə üstə gəl. 50 dərəcə üstə gəl bucaq A, C, B bucaq. Bütöv bucağı nəzərdə tuturam. Baxın bu bucaq. Bucaq A, C, B 180 dərəcə olmalıdır. 120 dərəcə üzərinə gəlinsin bucaq A, C, B bərabərdir 180 dərəcə. Bucaq A, C, B bərabərdir. Aşağıdan yazıram. Demək, 120 dərəcə digər tərəfə keçir, 180 çıx 120 dərəcə. Yəni, bucaq ACB bərabərdir 60 dərəcəyə. İndi gəlirəm yuxarıda. Deməli, mənim C təpə nöqtəm, yəni ACB bucağım 60 dərəcə, düzdür. CT tənbələndirsə, baxın, bu ACB 60 dərəcədir. ACB. CT tənbələndir. Tənbəlin xassəsi necə idi? Bucağı yarı bölür. Yəni 60-ı 30-30 kimi bölüb. CT tənbələni ACB-ni 30 dərəcə və 30 dərəcə kimi bölüb. 30-un 20-si buradadır. 10 dərəcədə bax bu arada qalandır. Deməli bucaq HCT neçə dərəcəymiş? 10 dərəcəymiş. Necə tapdım? Birinci bölürəm 60-ı 2-yə 30 dərəcə olur. 30 dərəcə bizdə hansı bucaqlardır? B, C, T bucağı. B, C, T və eyni qaydada A, C, T bucağıdır. Bucaq A, C, T. Bunlar hər ikisi 30. Mən HCT-ni məndən istəyir, düzdür? HCT-ni tapmalıyam. Bilirəm ki, H-ı tapmışam 20-dir. 20 ilə nəyin cəmi bütöv 30 olar? Təbii ki də onun, yəni 30 dərəcədən çıxıram 20-ni, geridə qalan HCT də 10 dərəcə olacaq. 51-ci suala baxıram. ABCD düzbucaqlıdır. Rənglənmiş hissənin sahəsini 2 üsulla tapın. Deməli, rənglənmiş hissənin sahəsini tapmalıyam. Necə tapacağam? Buradan qırıq-qırıq xətlərlə düzbucaqlını yarı bölürəm. Nəyə görə yarı bölürəm? Çünki burada BY-dən də bir xət çəkibdilər, YC-dən də bir xət çəkibdilər. Bu nə deməkdir? Yəni, BY və YC bir-birinə bərabərdir. BY və YC bir-birinə bərabərdir. 12'ye bərabərdir. YC 12-dirsə, BY də 12-dir. CD də düzbucaqlının enidir. AB də düzbucaqlının enidir. Düzbucaqlının 2 dənə eni var və bir-birinə bərabərdir. AB və CD bir-birinə bərabərdir, yəni 20-dir. Bura 20-dirsə, bura da 20-dir. İndi mən buradan qırıq-qırıq xətlərlə deməli, bir dənə baş hərfimi yazıram, ya da bura F yazıram. YF düz xətti çəkdim, düzdür. Bax, bu YF-in də uzunluğu elə 20 olacaq. Nəyə görə YF 20-dir? Çünki fikir verirsinizsə, bura 20-dir, bura 20-dir və birləşdirdiyi nöqtələr
eyni bir düz xətt üzərindədir. AD və BC-ni birləşdirmişəm də mən YF ilə, düzdür? Ona görə həm AD, həm YF, həm də CD. Üçü də 20-dir. Bu da 20-dir. Mən rəngləmiş hissəni tapmalıyam. Necə tapacağım? Fikir verirsiniz birinci A, B, Y, F4 bucaqlısına və daha sonra F, Y, C, D4 bucaqlısına. A, B, Y, F. Bu 4 bucaqlı da yenə düz bucaqlı sayılır. Çünki yenə bucaqlarımız 90 dərəcədir. Yazılmasa da mən bilirəm ki, əgər A, B, C də düz bucaqlıdırsa, bütün bucaqlar 90-dır. Və mənim 4 bucaqlarımın da yenə bucaqlar 90 olduğu üçün düz bucaqlı sayılır. Çünki en və uzunluq bir-birindən fərqlidir. Eni 12-dir, uzunluğu 20-dir. FYCD-yə də baxsaz, FYCD də yenə eni 12-dir, uzunluğu 20-dir. Tərəflərin uzunluqları eynidirsə iki düz bucaqlı, onda həmin bu iki düz bucaqlı bir-birinə bərabərdir, yəni konqruentdir. Konqruentin işarəsi də bu şəkildə idi, xatırlayırsınızsa. Əgər bu iki düz bucaqlı bir-birinə bərabərdirsə, konqruentdirsə, onların sahələri də bərabərdir. Və nə fikir verirsinizsə, bizdən istəyir, yəni rənglənmiş isə, yəni üç bucağı istəyir, düzdür? Məsələn, baxıram burada A, Y, F hissəsinə. Baxın. A, Y, F üç bucağına. Bu A, Y, F üç bucağı nətər alınıbdır? Baxın, A və Y-ni birləşdirib, düzdür? Yəni, düz bucaqlının diaqonalı ilə, baxın, bu əyri xətt diaqonal adlandırır. Təpə nöqtələri birləşdirən xətt. Diaqonal. Yəni, düz bucaqlının sahəsini yarı bölsəm, A, Y, F-in sahəsini taparım. Düz bucaqlımız necədir? A, B, Y, F. Deməli, A, B, Y, F. Bu düz bucaqlının sahəsi, yəni S yazdım, sahəsini yarı bölsəm, bu üç bucağın sahəsini tapacağım. Buna da bir dənə S yazaq, çünki sahədir. Eyni qaydada Y, F, D üç bucağının da sahəsi. Y, F, D üç bucağının sahəsi də bərabərdir. Y, C, D, F. Y, C, D, F. Düz bucaqlının sahəsinin yarısıdır. Deməli, mən bu iki düz bucaqlının sahələrini tapmalıyam. A, B, Y, F və Y, C, D, F. Bu iki düz bucaqlının onsuz da sahələri bir-birinə bərabərdir. Gəlin düz bucaqlının, birbaşa düz bucaq şəkli çəkirəm bura artıq, sahəsini tapaq. En vurulsun uzunluq, yəni 12 vur 20'dir. Bu da olur bizdə 240, düzdür? Deməli, üç bucağımızın sahəsi olacaq 240 böl 2, yəni 120. Birinin sahəsi oldu 120, digərinin sahəsi də 120 olacaq. YCDF'in sahəsi o da elə 240'a bərabərdir. Çünki YCDF'in də tərəfləri nədir? 12 və 20. Sahəsi də olacaq 12 vur 20, yəni 240. 240'ı böldürəm 2'yə, bu da olur 120. Məndən rəngli hissəni bütöv istəyir. Rəngli hissədə 120 və 120'nin cəmidir. 120 üstə gəl 120 bərabərdir 240. 52-ci suala baxırıq. Silindrin açılışına görə tam səthinin sahəsini və həcmini tapın. Birinci, tam səthinin sahəsinin düsturunu yazır. Silindrin tam səthinin sahəsi 2 vurulsun S oturacaq, yəni oturacaqdakı fiqurun sahəsi üzərinə gəlinsin, yan səthinin sahəsi ilə hesablanır. Oturacaq fikir versəz dairədir. Dairənin sahəsi, yəni S oturacaq bərabərdir. Pi vurulsun R kvadratı ilə hesablanır. Amma baxıram ki, mənə burada radiusu verməyib. Düzdür, onda mən radiusu özüm tapmalıyam. Və mən radiusu necə tapacağım? Silindrin oturacağındakı fiqur dairədir. Bu dairənin uzunluğu üçün də bir düstur keçmişik ki, 2 pi R ilə hesablanır. Bu dairənin uzunluğunu bizə burada verib. Dairənin uzunluğu 8 pi'dir. Bərabərdir 8 pi'yə. Buradan hər tərəfi pi'yə böldürəm. Pi'lər ixtisar gedir. 2 vur R bərabər 8'dir. R də bərabərdir 8 böl 2, yəni 4. Radiusumuz olur 4. İndi gəlin burada düsturda yerinə qoyaq. Pi vurulsun 4'ün kvadratı, yəni 16 pi. Bu oldu bizim oturacağımızın sahəsi.
İndi yan səthinin sahəsini tapaq. Silindrin yan səthinin sahəsi 2 pi r vur h-dır. Deməli, 2 vurulsun, pi vurulsun, radius 4'dür, vurulsun h. H nədir? Baxın, bu uzunluqdur, kənardakı uzunluq, hündürlük 15'dir. 2 vur 4, 8, 8, 15'e vururam, 120 pi. Şimdi gəlin aşağıdan tam səthinin sahəsini yazaq. S tam bərabərdir. 2 vurulsun, S oturacaq. Oturacağın sahəsi 16 pi idi, 16 pi. Üzerine gelirsen yan səthinin sahəsi de 120 pi'dir. Bu da olur 32 pi, üstə gəl 120 pi. Bərabər 152 pi. Bizə deyir ki, pi bərabər təxminən 3'ə. Onda yazıram 152 vur 3. Bu da olur təxmini qiymət olaraq 456. 53-cü suala baxırıq. Sahəsi 72 sm kvadrat olan paralleloqramın hündürlükləri 8 və 6 sm olarsa, perimetri neçə santimetrdir? Əslində paralleloqramın sahə düsturu 6-cı sinifdə mənim bildiyim qədərlə keçirilmir, 8-də keçirilir, amma yenə də yazıram. Paralleloqramın sahə düsturu tərəf, yəni A vurulsun, həmin tərəfə çəkilən hündürlük ilə hesablanır. Deyir ki, sahəmiz 72'dir. 72 bərabərdir. Tərəfin uzunluğu bilmirəm, yazıram A. Vurulsun, həmin tərəfə çəkilən hündürlük, məsələn, biri 8'dir, yazıram 8. Və paralleloqram bu fiqurdur. Baxın, şəklini çəkirəm. Biraz sərgəli olmadı, amma bu şəkildə təxminən tutaq ki, A, B, C və D. Bu bir paralleloqramdır. İndi bu paralleloqram da düzbucaqlı kimi 2 dənə müxtəlif uzunluqlu tərəfi var. Yəni 4 tərəfdir. Cüt-cüt bir-birinə bərabərdir. Qarşı tərəflər bir-birinə bərabərdir. Bura B-dir, yenə qarşısındakı tərəfdə B-dir. İndi deməli tərəflərdən birini tapa bilərəm. A bərabərdir 72 vur 8, digər tərəfə böl kimi keçir. Tərəfimizin biri olur 9. İndi digər tərəfimiz B-dir, düzdür? Yazıram. B tərəfi vurulsun. Həmin tərəfə çəkilən hündürlüyümüz də digəridir, yəni 6'dır. Bərabərdir, sahəmiz də 72'dir. B də bərabər olur 72 vur 6 digər tərəfə böl 6 kimi keçir. Bu da olur 12. Bir digər tərəfimiz də 12'dir. İndi perimetrini tapın deyil. Perimetr də nədir? Düzbucaqlıda olduğu kimi. 2 vurulsun, A üstə gəl B. Yəni 2 vurulsun, 9 üstə gəl 12. 2 vur 21, yəni 42. 54-cü suala baxıram. ABC natural ədədləri üçün A vur B 96'dır. A vur C 156'dır. B və C-nin ən kiçik qiymətlərinin cəmini tap deyir. B və C ən az olmalıdır, yəni ən kiçik, düzdür? Həm B, həm də C ən kiçik qiymət almalıdır. Onda A ən böyük qiymət almalıdır, düzdür? Fikir verirsinizsə, A-nı 2 dəfə yazıbdır. Yəni A həm 96'nın, həm 156'nın, həm 156'nın vuruğudur. Yəni bölənidir, yaza bilərəm. Bölənidir. Aha. Deməli, A-nın ən böyük qiymətini axtarıram. Hansı ki A həm 96, həm 156'nın. Yəni A ortaq böləndir. Ən böyük ortaq böləni axtarıram. Yəni qısacası əbob axtarıram. Əbob 96 və 156'nı axtarıram. 96'nın vuruqlarını ayırıram. 2'yə bölürəm 48, 3'ə bölürəm 16, 2'yə bölürəm 8, 2'yə bölürəm 4, 2, 2, 1 və 156. 156'nı 3'ə bölürəm 52, 2'yə bölürəm 26, 13'ə bölürəm 2, 2, 1. Əbob bizdə ortaq vuruqların hasilidir. Düzdür? 96, 156 bərabərdir. Ortaq vuruq. Məsələn 2. Düzdür? Yazıram. 2 vurulsun. 3 vurulsun. Yine 2 var. 2'ni de götürürüm. Aha.
Bu da olur 12. Əbobumuz 12'dir. İndi məndən B və C-ni istəyir. Əbob nə idi bizdə? Yəni A. A bərabərdir 12'yə. Bunu tapdıqdan sonra gətirirəm yerinə qoyuram. A'nın yerinə 12 yazıram. 12 vurulsun. Baxın. A vur B 96'dır. 12 vur B 96'dır. Onda B bərabərdir 96 böl 12, yəni 8. A vurulsun C, 12 vurulsun C bərabərdir 156. C də bərabərdir 156 böl 12, yəni 13'ə. C 13'dür, B 8'dir. Cəmini istəyir bizdən, o da olacaq 21. 55-ci suala baxıram. Zəri 20 dəfə atdıqda düşən xalların sayı cədvəldə verilmişdir. A bəndində deyir ki, 5 xalının düşməsi hadisəsinin tezliyini tapın. Hallar buradadır. 5'in düşmə tezliyini verib aşağıda neçə dəfə düşüb? 2 dəfə. Aha. Tezliyini deyəndə də ümumi olaraq 20 dəfə atılıb, düzdür? 20'də 5 neçə dəfə düşüb? 2 dəfə. 20'də 2 dəfə. Bunu da ixtisar aparıram 2'yə olur. 10'da 1. 10'luq kəsirlə də yazsam 0'da 1 kimi yazıram. B bəndində tək xalın düşməsi hadisəsinin tezliyi. Tək xallar 1'dir, 3'dür, bir də 5'dir. 1'dən neçə dəfə düşüb? 2 dəfə. 3'dən neçə dəfə düşüb? 6 dəfə. 5'dən də 2 dəfə. 2, 6, 2. Cəmləyirəm olur 10. 20'də 10. İxtisar olunur. 2'də 1, 10'luq kəsir kimi 0'da 5. C bəndi. 3'dən böyük xalın düşməsi. 3'dən böyük 4, 5, 6 var. 4'dən 3 dəfə götürülüb. 3. 5'dən 2 dəfə. 6'dan 4 dəfə. Baxın, mənə lazımdır. 3, 2, 4. 3, 2, 4 cəmləyirəm. Olur bizdə 9. Məxrəc də ümumi 20 dəfə zərə atıbdır. 20'də 9. Bu da elə onlu kəsiri də çevirəndə olacaq 0'dan %45. 56-cı suala baxıram. M nöqtəsi kongruent olan iki kvadratın tərəflərinin orta nöqtəsidir. Aha. Rənglənmiş hissənin perimetri 36 olarsa, sahəsi neçə kvadrat santimetr olur? Deməli, bu fiqurun perimetrini verib bizə 36, düzdür? Tamam. Birinci növbədə bu şəkli yaxınlaşdırsam, deməli, orta nöqtə nədir? Yəni yarıya bölübdür də tərəfi, düzdür? Baxın, bura bir x desəm, bilmirəm axı necə, düzdür? M nöqtəsi yarı bölübdür. Onda bu hissə də x-dır. Və iki kvadratın tərəfləri bir-birinə bərabərdir. Baxın, bu kvadratın tərəfi nə oldu? X və x-in cəmi, yəni 2x oldu, düzdür? X və x-in cəmi 2x-ə bərabərdir. Kvadratın tərəfi oldu 2x. Eyni qaydada yenə burada 2x-dir. 2 kongruent olan kvadrat olduğu üçün A olan kvadrat da elə tərəfi 2x-dir. 2x, 2x, 2x. Aha. İndi mən bu kvadratın, baxın, bu tərəflərini tapmalıyam, düzdür? Bizə deyir ki, M nöqtəsi hər iki kvadratın orta nöqtəsidir. Yəni, A olan kvadratın da tərəfini yarı bölüb. Tərəfi 2x idi. 2x-i yarı bölüb necə bölüb? X, x kimi bölüb. İndi rənglənmiş hissənin perimetrinə baxsın. Perimetr nədir? Tərəflərin uzunluqlarının cəmi. Gəlin hətta qırmızı ilə göstərim bunu sizə bircə saniyə. Deməli, tərəflərini qırmızı karandaşla göstərdim. Tərəflərimizin indi gəlin cəmini tapaq. Perimetr nədir? Tərəflərin uzunluqlarının cəmi. Deməli, tərəflərimiz 2x, 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 x və x. Cəmimiz olacaq necə? 2x üstə gəl, 2x üstə gəl, 2x üstə gəl, x üstə gəl, x. Bərabərdir. Perimetrimiz neçədir? 36-ya. Deməli, 2x-ları burada toplayıram, olur 6x, üstə gəl, x-ları da burada toplayıram, olur 2x, bərabərdir 36, 8x bərabərdir 36. Buradan məndən istəyir, deməli, sahəsi necə kvadrat santimetr olar. Gəlin biz bu kvadratın tərəfini tapaq da. Burada gəlin hər tərəfi 4-ə bölək, 8-i 4-ə böləndə 2, 36-nı 4-ə böləndə 9.
2x bərabərdir 9. Deməli, bizim kvadratımızın tərəfi, yəni 2x bərabər 9. Deməli, kvadratın tərəfi 9-dur. Kvadratın tərəfini tapdım ki 9-dur. Bizdən əgər kvadratın sahəsini istəyirsə, kvadratın sahəsi tərəfin kvadratıdır. Yəni 9-un kvadratı 81-dir. Amma bizə deyir ki, rənglənmiş hissənin perimetri 36 olarsa sahəsini tap. Yəni bizdən bax bu rəngli olan hissənin sahəsini istəyir. Kvadratın sahəsini istəmir. Rəngli olan hissənin sahəsi də 81-i bölürəm 2-yə olur 40,5 olur. Çünki nəyə görə yarı bölürəm? M nöqtəsi orta nöqtədir. Tərəfi yarı bölüb, kvadratın sahəsini də yarı böləcək. Kvadratın sahəsini də yarı bölür. Kvadratın sahəsini yarı bölmə səbəbi əslində biraz daha genişdir. Biz bunu 8-ci siniflərə ətraflı izah edirik. Səbəbi Pifaqordan 30 dərəcəli bucaq qarşısındakı katetdən çıxır. Mən indi bunu istəsəm təbii ki sizə aydın olmayacaq. Çünki bunu keçmirsiniz. Yəni bu sual əslində bura salmalar da biraz məntiqsizdir, amma yəni saldıqları üçün izahını dedim. Amma dediyim kimi daha ətraflı izah, yəni nəyə görə sahə yarı bölünür, onu 8-ci sinifdə daha aydın öyrənəcəksiniz. 57-ci suala baxıram. Mərkəzləri eyni nöqtədə olan, deməli, iki çevrə arasında qalan hissənin sahəsi 56 pi santimetr kvadratdır. Kiçik çevrənin radiusu 5 olarsa, böyük çevrənin radiusunu tapın. Bizə verilən sahə, bax bu arada qalan sahədir, düzdür. Normalda dairənin sahəsi necə tapılır? S bərabər pi vurulsun radiusun kvadratı kimi. Burada 2 dənə dairə var. Böyük olan dairənin radiusu daha böyükdür. Ona görə böyük yerlə yazıram. Kiçik olan dairənin radiusu daha kiçikdir. Onu da kiçik yerlə yazıram. Böyük dairənin radiusu S bərabər pi r kvadratıdır. Kiçiyin də sahəsi pi vurulsun. Digərinin sahəsini kiçik yerlə yazıram. R kvadrat. İndi qalan hissənin sahəsi nətər tapılar? Böyükdən, yəni pi r kvadratından çıxıram, kiçik dairənin sahəsini pi vurulsun, kiçik yerin kvadratını çıxıram və qalan sahə tapılır. Yəni qalan halqanın sahəsi tapılır. Bu da olub 56 pi. Bu da bərabərdir 56 pi'yə. İndi bizə burada kiçik çevrənin radiusu verilib ki 5'dir, düzdür. Onda yazaq ki pi r kvadrat çıxılsın, pi vurulsun. Kiçik çevrənin radiusu məlumdur 5'dir. Yəni 5'in kvadratı bərabərdir 56 pi'yə. Pi r kvadrat çıxılsın. 5'in kvadratı 25'dir. 25 pi bərabərdir 56 pi'yə. Pi r kvadrat. İndi 25 pi burada çıxdı. Digər tərəfə keçəndə olacaq üstə gəl. 56 pi üstə gəl 25 pi. Pi r kvadrat bərabərdir 81 pi'yə. Hər tərəfi pi'yə bölürəm. Qalır nə? R'in kvadratı 81'dir. 81'də 9'un kvadratıdır. Deməli R bərabərdir 9'a. Böyük çevrənin radiusu olur 9. 58-ci sual. Bir məntəqədə 2024-cü ilin yanvar ayının ilk 7 günündə gündüz qeydə alınan temperatur dərəcə ilə aşağıdakı kimidir. Bu məlumatların medianını, modasını və ədəd ortasını tapın, mənilərini izah edin. Deməli, birinci növbədə bizə verilən dərəcə ölçülərini hər zaman necə düzmək lazımdır? Artan sırada düzmək lazımdır ki, median tapmaq rahat olsun. İndi mənə verilənlər mənfi ədədlər olduğu üçün mənfi ədədləri artan sırayla düzmək üçün necə düzəcəm mən? Mənfilərdən modulu daha böyük olan, məsələn 47, mənfi 47 ən kiçiyidir. Sonra mənfi 44. Sonra mənfi 43. Mənfi 42. Və mənfi 35 3 dəfə yazılıb burada. Mənfi 35, mənfi 35. Deməli, ilk 7 günü yazdım. Deməli, mənə deyir modasını, medianını. Birinci gəlin medianını tapaq. Median demişdik ki, ortada olandır. 7 dənə ədəd var burada. Ortada olan hansıdır? 4-cüdür. Yəni, mənfi 42'dir. Medianımız olur mənfi 42 dərəcə Selsi. Sonra modasını istəyir. Moda nədir? Ən çox təkrarlanan. Burada ən çox təkrarlanan hansıdır? 3 dəfə yazılıb. Baxın, mənfi 35 dərəcə Selsi. Daha sonra ədədi ortasını istəyir. Ədədi orta bərabərdir. Bunları cəmləməliyəm.
mənfi 47 üstə gəl. Mənfi 44 üstə gəl. Mənfi 43 üstə gəl. Mənfi 42 üstə gəl. Mənfi 35, mənfi 35, mənfi 35'i yazmayacağım. Birbaşa yazıram ki 3 vurulsun. Mənfi 35. Bölünsün sayına. Deməli, bölünsün sayı. Neçə gün idi bizdə? 7 gün. 7'yə bölürəm. Bərabər. Mənfi 47 ilə mənfi 44'ün cəmi. Mənfi 91. Düzdür? Mənfi 91. Mənfi 43 ilə mənfi 42'nin cəmi. Mənfi 85. 3'ü mənfi 35'e vuranda mənfi 105. Bölünsün 7. Bərabərdir. Mənfi 91, mənfi 85 cəmləyəndə olacaq. Mənfi 176. Mənfi 176'dan da çıxıram 105'i. Mənfi 281. Bölünsün 7. Bərabərdir. Mənfi 40,7'də 1 dərəcə Selsi. 59-cu suala baxıram. Diaqramda səbilənin tirdə 8 atışda vurduğu xallar verilib. Deməli, vurduğu xalları gəlin yazaq. Məsələn, birinci atışında 6 xalını vurub, ikinci atışında 4 xalını vurub, üçüncü atışında 9 xalını vurub, dördüncüdə 8 xalını vurub, beşincidə yenə 8 xalını vurub, sonra 6-cı atışında 6 xalını vurub, 7-ci atışında ilə 7'ni vurub, 8-ci atışında da 8. Deməli, bizə deyir ki, A bəndində modasını tapın. Moda nədir? Ən çox təkrarlanan. Ən çox burada 8, 3 dəfə atıb 8'i. Moda oldu 8. B bəndində median tapın deyir. Median tapmaq üçün artan sırada düzməliyim. Ən kiçikdən ən böyüyə. 4, 6, 6, 7, 8, 8, 8 və 9. Aha. Median tapmaq üçün ortada olan götürməliyəm, düzdür? Amma baxıram ki, burada ortada olan götürə bilmirəm. Çünki cüt sayda ədəd var. Cüt sayda ədəd olan zaman ortada olan 2 dənəsini götürürəm. 7 və 8'i götürürəm. Cəmləyib yarı bölürəm. 15 böl 2. Yəni 7 onda 5. C bəndinə baxıram. Ədədi ortanı tapın deyir. Ədədi orta nədir? Cəm böl say. Cəmləyib bölürəm sayını. Sayımız 8'dir. Yəni 8 atışımız var. Xalların da cəmini tapan zaman 6 ilə 4'ün cəmi 10. Daha sonra 9 və 8'in cəmi 17, 8 və 6'nın cəmi 14, 7, 8 də 15. 14 ilə 15'in cəmi 29, 10 və 17'in cəmi də 27. 27 ilə də 29 cəmləyirəm. Bu da olur 56. 56'ını da 8'e böləndə ədəd ortamız 7'dir. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu tür videoların davamının gəlməyini istəyirsinizsə kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.